Salam əziz izləyicilər, mən bugün sizə depressiya yaradan səbəblər, yəni nə üçün insan depressiyaya düşür, bu barədə danışmaq istəyirəm. Ümumiyyətlə, bir insan həm depressiyaya düşür, həyatında travmalar, mənfi hadisələr baş verəndə, həm də durduğu yerə, yəni heç bir hadisə baş vermədən də insan depressiyaya düşə bilər. Bəs indi biz bunun xırdalığına qədər inək ki, insan nəyə görə depressiyaya düşə bilir? Belə ki, əgər sizin həyatınızda travmalarınız olubsa, neqativ hadisələr baş veribsə və həmçinin keçmişdən gələn travmalarınız varsa, eyni zamanda depressiyaya düşmə ehtimalınız daha çoxdur. Və bu zaman nə baş verir? Siz həyatınızda yaxın bir burada sevgili də ola bilər, yaxın bir dostunuz da ola bilər, itiribsinizsə və yaxud da valideynlərinizdən kiminsə itiribsinizsə, yəni bu zaman depressiyaya düşə bilirsiniz. Və siz bunu o qədər beyninizdə düşünürsünüz ki, yəni mənfi halları düşünürsünüz ki, artıq depressiyaya düşürsünüz. Və depressiyadan sonra da uzun sürən depressiyadan artıq 6 ay, 7 ay, 1 ilə yaxın, yəni minimum 6 aylıq sürədə depressiya yaşayırsınızsa, bu artıq gedib çıxardır panik ataka, digər mənfi psixoloji problemlərə. Buna görə də vaxtında bu depressiyanın qarşısını almaq lazımdır. Və digər depressiyanı yaradan səbəb nədən ibarətdir? Tutaq ki, neqativ travmalar baş verdi və siz burada özünüzə qapanırsınız. Heç kimlə danışmırsınız və sadəcə olaraq öz probleminizi özünüz həll etmək istəyirsiniz. Bəli, burada mənfi olan heç bir şey yoxdur. Hər bir insan öz problemini özü həll etmək istəyir. Amma bəzən insanın həqiqətən də kiməsə öz dərdini, öz problemlərini, ümumiyyətlə içini açmaq kimi bir ehtiyacı yaranır. Və əsas olan budur ki, sizin bu ehtiyac yaranan vaxt kimsə yaxınınız olsun. Yəni həm də burada psixoloq da ola bilər, fərqi yoxdur. Bir insana öz içinizi, daxilinizi açmaq çox önəmlidir. Bu çünki depressiyanın daha dərinləşməsinə səbəb ola bilər. Heç kimə içinizi açmamağınız. Digər depressiyaya gedib çıxardan səbəb isə daima narahat olmaq və bunu heç kimlə paylaşmamaq, eyni zamanda yenə də deyirəm. Narahat olursunuz və sanki səbəbsiz yerə narahatçılıq yaranır sizin içinizdə. Amma siz bunu bəlkə paylaşsaz, bu narahatçılığınız nisbətən keçməyə başlayacaq. Amma yenə heç kimlə paylaşmırsınız ki, bunun səbəbi yoxdur. Bəlkə də mən bu narahatçılığımı paylaşsam, onlar da başlayacaq mənə görə narahat olmağa. Nəyə görə? Mən üçün narahat olsunlar. Amma bu cür düşünməli deyilsiniz. Siz ona probleminizi deyəcəksiniz. Bəlkə də o insanın da hər hansı bir problemi var. Sizə də açılacaq. O da sizə problemini deyəcək. Yəni burada münasibətlər qarşılıqlı tərzdə qurulur onsuz da müasir dövrdə. Yəni bu cür düşünsək, əslində sizin öz probleminizi qarşı tərəfə açmağınız daha asan baş verə bilər. Və digər bir səbəb isə sizin sevgisizlik yaşamanızdır və yaxud da özünüzü daha az sevmənizdir. Və siz əgər özünüzü sevmirsinizsə, özünüzə dəyər vermirsinizsə və öz güvəniniz aşağıdırsa, depressiyanı da bir o qədər dərin yaşayırsınız və o depressiyadan çıxmaq üçün sizin motivasiyanız o qədər aşağı olur. Ona görə də siz özünüzü tanımalısınız ilk öncə. Ondan sonra özünüzə uyğun məşğuliyyətlər, peşələr tapmalısınız və bunlarla məşğul olmalısınız ki, həyatınız daha maraqlı keçsin və özünüzü də buna görə daha motivasiyalı hiss edəsiniz. Və son olaraq depressiyaya gedib çıxardan digər bir əsas səbəb isə həyatınızın mənasını itirməyinizdir. Yəni mən bu həyatda nəyə görə varam, ümumiyyətlə nə üçün bu həyata gəlmişəm və faydam nədir ətrafımdakı insanlara? Bu barədə siz tez-tez düşünürsünüz. Və bu vəziyyətdən çıxış yolu isə ətrafdakı, yaxınınızdakı, yəni qarşınıza çıxan insanlara kömək eləməyinizdir. Fayda verməyinizdir. Fərqi yoxdur. Həm öz ixtisasınızla bağlı kömək eləyə bilərsiniz, həm də onların nəyə ehtiyacı varsa bu barədə onlara yardım eləyə bilərsiniz. Bu sizin həyatınızın mənasını bilmək üçün daha belə başlanğıc rolunu oynaya bilər. Yəni motivasiya rolunu oynaya bilər ən azından. Və artıq sizdə motivasiya yarandıqdan sonra yavaş-yavaş ayağa qalxdığınızı, yəni həyatda öz ayaqlarınızın üzərində dura bildiyinizi görəcəksiniz.
Mənim videom bu qədər. Gələn videolarımızda inşallah görüşənədək abunə olub videonu bəyənməyi unutmayın.